Herkese salam, yeni videoma hoş geldiniz. Bugün material almaya gitmiştim. Saat 4 olur hardasa. Tez aldığım materialları size gösterip ondan sonra ise devam etmeliyim. Çünkü həqiqətən dəhşət dərəcədə çox örgüləsi sifarişlərim var. Çünkü hamısı bazar ertesi kurye ile göndermeliyim. Bugün ise həftənin cümə gündür. Yəni sadece 2 günüm var. Bugün de yarım gün, yəni 2 saysaq yarım gün var. Ama yani belli değil, mən sabahki gün nə dərəcə ölə biləcəm, ondan sonraki gün nə dərəcə öləcəm. Yəni əslində çıngıraqlar ölməliyəm. Ondan əlavə isə bir zürafə, bir dənə də dovşan örməliyəm. Koton iplə. Mənim çox vaxt aparan oyuncaqlardır. Nəysə çox vaxt keçmədən göstərim. Bu pakopkalar bilirsiniz, çanta pakopkalar qutudur. Bunda 10 dənə var. Bundan indi məndə hardasa ağ rəngdən və belə roz rəngdən bir paçka yenə var. Yəni paçkayı artıq indi açdım, işlətməyə başladım. Bir paçkasında isə 10 dənə var. Yəni hər paçkadan bir dənə yenə aldım ki, onlar artıq çox açdım, işlətməyə başladım. Və yeni bir rəng də aldım. Açıq bir rəng, paçka firuzə yaşıl kimi. İşte məndə kombin oldu. Yaşıl pijamalı aylar, bilirsiniz ki, en çok sattığım renklerden biri de oldu. Yaşıl pijamalı ayları elə buna qoyaram diye düşündüm. Fərqli bir renk çeşididir. Hətta bənövşəyi rəngi də almaq istəyirdim, amma təəssüf ki, bənövşəyi rəngi yox idi. Gri rəngi var idi və qara rəngi var idi. Hələ ki, o renkler yəni mənə getmədi. Yəni oyuncaqlara olmaz. Qara rəng ümumiyyətlə yox, yəni ki, oyuncaqları qara rəng qutuda qoymaram diye düşünürəm. Ondan əlavə belə çantalar aldım, kilit olsun diye. Belə mavi renkler aldım. Yani eyni bu kraftların sadece mavi rengidir. Stili eynidir, material da eynidir. Sadece renkler farklıdır. Bu mavi rengi aldım. Ağ renkte de aldım. Ve böyle rozve aldım. Açık rozve. En sevdiğim yani pudra rozvesi. Ve bir paçka yeni ağ aldım. Çünkü ağ renkler kraft renk kimi neutral rengi olduğu için çok istifadə olunabilir diye. Ve ondan əlavə də bunun qiyməti çox uyguna gəlirdi. Bunun içinde 12 dənə var. 12 dənənin yəni bir paçkanı mən 6.50'ye aldım. Və bir dənəsi hardasa 55 qəpik falan gəlirdi. Digərlərini isə bunun boyunda olan digərlərini isə 60 qəpik alıram mən. Balaca boyu yəni ucuz deyil. Yəni qiyməti uyğun olduğu üçün bu fərqli rəng çeşidlərinə də baxım dedim. Çünki mən o kraftları aldığım yerdə bu rənglər ekstra bahadır. Yəni bir larya falan olur həmişə bir dənəsi. Ona görə getmişkən buradan da alım dedim. Belə yəni bundan da belə 4 paket aldım. Mən Tiflisin bir çox yerindəki mağazaya gedirəm. Çünki bir istədiyim bir yerdə olmur təəssüf ki. Ona görə çox yerlərə gedirəm. Amma daha çox belə əmzik zinciri üçün olan muncuqlar, taxta aksesuarlar həmişə gedib topluca bir yerdən almağa çalışıram. Çünki orada daha ekstra mənə endirim edirlər. Çünki çox alırım. Topdan qiymətə verirlər. Yəni bir çox şeyi. Belə 2 dənə saç belə taxmaq üçün aksesuar. Sadece düşündüm ki, bunun üstünə örgü bir şeyler eləyərəm, ya çiçəklər eləyərəm, ya nəsə başqa bir şeyler və elə bir şey eləyərəm. Amma sadece 2 dənə aldım. Bunu özüm üçün fərqli bir şey hazırlamaq üçün aldım, satmaq üçün deyil. Belə taxılır saça. Bu arada saçma başıma hiç fikir vermeyin. Tipim çok kayıptı ama yani ki saçımı düzeltmekle uğraşsaydım çok vakit gidecek diye düşündüm. Bir de böyle bir broş aldım. Bakın bu ne? Deyilir buna. Bunun adına ne deyilir bilmirəm. Yani ki bir maraqlanıb ekrana yazaram. Belə bir broşdur, fərqli bir broş olsun diye. Qiyməti də yəni 1 ları 50 qəpik çox uyğundur. Buna görə almaq istədim ki, fərqli bir broşum olsun. Bakın burada aldığım bir çox xırda muncuq aksesuarlar var. Necə belə göstərim. Bunları demək olar ki, heç istifadə etməmişəm, hələ ki belə bir şey almamışam. İndi 3 rəng çeşidi var idi və 5 dənə aldım, yəni 5 mavi, 5 ağ, 5 də rozve aldım. Bundan əlavə bir kub. Baxın, orada çox fikir verdim, amma yenə də gözümdən qaçıb belə içində defektlər olur. Bu 3 renk çeşidindən aldım. İstifadə edirəm yine. Baxın belə bir rəngi də var, 4 renk çeşidi. Bunlardan aldım. Belə üstə sadə şəkillər olan muncuqlar var, amma bunları belə istifadə etmirəm. Bunların üstünü örərək istifadə edəcəm. Normalda üstü heç nəsiz olanları örürəm, amma onda tuta bilmədiyim üçün bu şəkillərdən aldım. Biraz xırda boylarından aldım. Ağ rənglə, roz rəng, neçə rəng çeşidi olan düymələr aldım. Bunlardakı muncuqların kombinizonun eyni rəngində düymələr lazım olur deyə aldım. Belə yəni bu da belə, yəni çox qarışıq yığışırıqlar. Qiymətini hesablayaraq ayrı-ayrı paketlərə yığırdı o etikanı. Burada da yenə farklı var. Baxın, bulud var bu 2 rəngdə. Belə maşınlar var. Bunları çoxdan istifadə edirdim, amma baxın belə maşınlar ilk dəfə aldım. Artıraram deyə düşündüm bəzi əmrək zincirlərində və onun sarı rəngi. Çox rəngi yox idi, yəni ki, fərqli aksesuarlar var idi, amma çox rəngləri yox idi. Burada da yenə belə muncuqlar var. Bunlar çox lazım olur. Roz rəng heç yox idi və bugünkü sifarişimə bir dənə roz lazım idi. Ağ rəngdə demək olar ki, bitmişdi və ahşap rəngi və əlimdə sadəcə mavi rəngi qalmışdı deyə mavi rəngini çox almadım, bu dəfə heç almadım. Yəni bu da çox fərqli stildə yeni aksesuarlar da aldım. Bu dovşanım bitmişti tamamıyla roz renk. Onun yerine ağ taxırdım həmişə, amma ağım da artıq tamamıyla bitmişti. Sadəcə mavi falan qalıb, amma normalda da mavi dovşan görmədiyim üçün mavi taxmıram. Hətta bu dəfə bir rəng çeşidi də aldım, belə bir bənövşəyi rəngə bənzər
Bu rəngə bənzər ip alıb belə bir set eləyərəm deyə düşündüm. Belə həm şiddətliyim ürəklər, həm ən çox şiddətliyim rənglərdən almağa çalışdım bu 4 rəng. Belə balıqlar aldım bu dəfə çox fərqli dizaynda. Çox xoşum gəldi nəsə. Buna da yine orada fikir verməmişəm. Gərək tək-tək hamısını belə yoxlayam, onda da çox vaxt gedir. Bu hissəsi qırıq imiş. Eybi yox. Burada da baxın. Fərqli rənglərdə bir neçə çeşid aldım. Belə bir bənövşəyi rəng quş aldım. Quşun rozvisi ilə və bu 2 rəng var idi. Bu biraz başqa rozvi, başqa rozvi. Nəysə düşünürəm ki, hamısını tək-tək göstərməyə ehtiyac yoxdur, çünki çox uzanır video. Və qarışıq bir çox şeylər var. Belə hərflər aldım. İstifadə etdiyim bir çox hərfləri almaya çalışdım, amma çoxunu tapa bilmədim. Məsələn, I, O, U, E bu hərfləri tapa bilmədim, amma A hərfi, R hərfi, L, N bunlar çox istifadə olunur. Demək olar ki, L və N hərfim çox az qalmışdı. A hərfi də O həmişəki kimi çox istifadə olunur. Bunları belə tapmışkən aldım, seçdim yəni lazım olan bir çox hərflərdən. İndi isə azaldıqca hər birində orada hansı hərf azalıbsa, onu alaram deyə düşündüm. Və klipslər. Bu klipslər başqa yerlərdə çox bahadır. Hətta yəni bunu 3 liraya falan verən də var, 1 liraya 50 qəpiyə verən də var. Mən isə bunu toplam qiyməti ilə 1.30'a aldım. Yəni əslində hər dəfə 1.50-yə verirdilər. Niyəsə bu dəfə toplam qiymətinə hesabladılar 1.30. 1.50 də pis deyil, yəni normaldır. Ən çox istifadə olunan rənglər bunlardır. Və bundan əlavə yaşıl rəng də mənə çox lazım idi. Amma yaşıl tapa bilmədim sadəcə bunu. Və bu arada bir sifarişim var, əmcək zinciri bu axşam gəlib götürəcəklər. Və rozvi rəngim yox idi deyə qalmışdı. Yəni bunlar çox tez bitən rənglərdir. Hətta mən orada səhv eləmirəmsə rozvi nə qədər tapdımsa da aldım hamısını. 10 dənə aldım, yəni 10 dənə ağ, 10 dənə rozvi rəng və 10 dənə belə taxta rəngi aldım ki, hələlik məni biraz idarə etsin. Hətta bu ağlardan Temudan da sifariş eləmişəm. Eyni belədir, yəni bunlar onsuz da ki, orada mağazada satıcının özü də deyir ki, bunlar Çindən gəlir, yəni başqa yeri yoxdur bunun. Bunlar ancaq Çindən gəlir. Ona görə Temuda da bəzən sərf eləyir. Temudan sadəcə 6 dənə sifariş eləmişəm, səhv eləmirəmsə. İndi bugün Temu sifarişim də gələcək. Tabletim üçün qoruyucu şüşə və case almışdım. Onu da bugün mesaj gəldi ki, bugün kargom gələcək. Gələndə onu da sizə göstərərəm. Mən hələ bunları yerləşdirməyəcəm, çünki bunları əvvəlcə yazmalıyam. Nə qədər aldım, nə aldım, nə qədər pul verdim falan hamısını hesabata buraya yazmalıyam. Ona görə hələ ki vaxtım yoxdur. Hələ ki bunları da götürəcəm. Təsadüfən indi bugün gələcək olan kargoma baxırdım və klipsləri ağ rəng yox, yaşıl rəng sifariş verdiyimi gördüm. İndi burada bitib, amma həqiqətən çox sevindim. Mən öz aləmdə elə düşünürəm ki, mən ağ rəng sifariş vermişəm və deyirəm ki, mən deyirəm getdim 10 dənə aldım, indi yeni gələcək, əlimdə çox olacaq. Amma yaşıl rəng sifariş verdiyimi görürəm. Çox sevindim. Evet üçün ekran boyucu şüşə aldım 2 dənə və belə bir case aldım. Yaşıl, yəni buradakı rənglərdən ən çox mənə, bu aşağıdakı rənglərdən ən çox mənə uyğun bu açıq yaşıl idi. Normalde yorumlara da baxıram ki, yəni şəklə baxım var mı yoxdur, amma sanki şəkilli yorumu yoxdur bunun. Ha, var imiş. Belə. Bir də belə bir şey aldım qızlar, zmeykalar. Normalde mən aldıklarım gizli fermuar deyil. Bunlar biraz daha üstü, burası bilinen idi. Makyaj çantaları falan üçün bunlar yaxşı olar deyə düşündüm. Biraz uzundur, amma kəsəcəm artıq bu səsini. Baxın, indi fikir verirəm. Burası ləkəliymiş. Çöl tərəfdədir. Sanki pas ləkəsidir. Belə yəni 5 dənə aldım. Çox da ucuz deyildi. Bir dənəsi 2 lirə. Elə bunu normal ip mağazalarında da bir dənəsi 3 lirə falan olur. Yəni çox ucuz deyil. Boyuna görə pis deyil yəni. Amma yenə də evdə olsun yəni. Özüm üçün bir şeylər eləyəndə istifadə eləyərəm. Bir də qızlar özümə belə 2 dənə çanta aldım. Bunlar mini çantalardır. Bəzən evdən yürüyüşə falan çıxanda yanımda telefonumu və evin açarlarından başqa heç bir şey götürmək istəmirəm. Belə böyük çantamı götürmək istəmirəm və cebi olmayan bir şey geyinəndə də yenidən rahat olmur da telefon əlində tutmaq falan. Ona görə belə mini boy 2 dənə çanta aldım. İkisi də eynidir. Sadəcə rəng çeşidinə görə. Niyəsə mən bu tərz qırmızıları çox sevirəm. Top qırmızı yəni ki, vardı qırmızı vardı. Orada qırmızısı kimi. İçində belə qayşı var. İçində də hər bir cebinin ayrı-ayrı bölməsi var və kənarlarda bağlıdır. İçində kart qoymaq üçün yerlər də var. 3 ayrı bölməsi var yəni bunun. Baxın. Bu arxaya istəsəz telefonunuzu qoyarsınız. Bu qabaq hissəyə isə açarınızı falan da qoya bilərsiniz, pulunuzu. Bir çox şey sıxışır yəni ki. Çok güzel yani, çok da balaca değil, içine de çok şey sıkışar. Ben daha çok böyle takmak istedim.
Həşr. Əmzik zincirini tamamladım. İndi isə bura bunu taxacağım. Bunlar üçün də baxın belə handmade etiketli olan bir şey var. Oğlan üçün olanlarda belə eləyirəm, yəni ki bu hissəsinə taxıram. İndi tez belə şəklini çəkəcəm və paketləyəcəm, hazır qoyacağım çünki bugün götürməyə gələcəklər. Şimdi qırağın birini ördüm, amma sadəcə başını ördüm. Çox yuxum gəlir, dəhşət dərəcədə yuxum gəlir. Hətta bir ara belə yuxulamışam, amma həyatda uşaqların səsinə oyandım. Belə indi ikinci üçün qıraq başladım. Əslində öyrəndə tez örülür. Yəni ki yarım saata bir çıngıraq örərəm. Sadəcə başını yəni belə tamamlamalı falan. Amma yəni halım olmalıdır, belə enerjik olmalıyam. Nəysə indi kənizlərim yanır. Ən sonda kənizlərim yanırdı və sonra xəstələndim, soyuq dəydi falan. Buna görə indi bu dəfə ağıllıq eləyəcəm və durub özümə limonlu və ballı çay edəcəm. Bilirəm ki, həqiqətən sonra da xəstələnəcəm, soyuq dəyəcək, heç yeri deyil. Bir sürü işim var. Yəqin ki bu gecə yatmayacağım, amma indidən çox uyğun gəlir. Çox işim var, yəni örləsi çox oyuncaq var. Son oyuncaqlardan sonra inşallah rejimə düzələcəm artıq. Tətildən sonra gəldik, amma başqa getməsi yerlərimiz də oldu deyə bütün hər şey üst-üstə yığıldı. Ona görə də yəni hamısını həll etməyə çalışıram, hansı üst-üstə yığılıb. İndi həll edəcəm onu. Olmadı, bir-iki gün gecikməli olacaq bəziləri. Bəzi müştərilər həqiqətən anlayışlı olur. Çıngırağın üçünü ördüm. Baxın bu belədir. Eyni birliyinə və mavi gözlü olan 3 dənə çıngıraq ördüm, amma sadəcə başlarını örmüşəm. Qulaqları, boyunluğu, halqa ətraf falan heç birini örməmişəm hələ ki. İndi isə qaldı bir dənə örləsi çıngıraq. O da bu dovşanın eyni rəngində olmalıdır. Onu da yenə tez örəcəm. Sonra qalan xırda detallarını örəcəm. Bu arada sifarişim də gəldi. İndi tez onu açmaq istəyirəm sizinlə. Baxın, əmzik zinciri klipsləri. 6 dənə yaşıl. Çox sevindim həqiqətən bunun gəlməyinə. Mən öz aləmimdə elə bilirdim ki, bunu ağ sifariş eləmişəm. Unutmuşam yəqin ki. Çox şükür, yəni bu rəngdən də ehtiyacım var idi. Hələ ki məni bir müddət idarə edəcək, amma yenə sifariş eləyəcəm mütləq bu rəngdən və rozi rəng ola bilər ki, sifariş eləyim. Çünki mağazadan almışdım, amma orada da artıq bitmişdi, yəni qalmamışdı. Ona görə son olanları da mən aldım. Belə bir stikerlər almışdım yenə. Sifarişlərdə istifadə eləyərəm deyə. Ayı şəklində. Bunlar biraz incədir, yəni yumuşaqdır. Amma sifarişlərdə çox işimə yarayacaq deyə düşünürəm. Burada tam 54 dənə stiker var. Baxın, belə bir kitabçıq həm stikerləri içinə qoymaq üçün. Bunlara yığacam sonra. Bu hissəsinə fərqli stikerləri qoyaram deyə düşündüm. Həm də daha belə aydın görərəm ki, harda nə var. Buna məncə normalda dırnaqlarını düzəldən insanlar dırnaq stikerlərini yığa bilərlər. Yəni hər türlü istifadə eləmək olar bunu. Çox gözəldir. Növbəti aldığım ürün qaş sabitləyici. Yəni gördüyüm yorumları da çox gözəl idi. Nəsə makyaj ürünlərində çox da elə güvənmirəm. Amma yenə də almaq istədim çünki Kore ürünü idi və çox satışı var idi. Yorumlar da çox idi. Görünüşü çox gözəldir. İndi istifadə eləyəndə də baxacağım görək effekti nədir. Minik bir fırçası var. Və növbəti ürünlər tablet üçün aldıqlarımda case. Bu hissəsi şəffaf imiş və belə deyim, incədir. Görünüşü çox keyfiyyətli görsənir. Burada da qələm yeri var. Sonra bəlkə qələmini də alaram. Burası dəri kimidir. Burada da tam tabletin özünə uyğun çıxardım. Arxada belə gözəl görsənir, amma burasının şəffaf olduğunu diqqət eləməmişdim. Şəffaf olmasa daha yaxşı olardı. Biz görsənmədi əslində. Tam oturdu. Əsas odur ki, yaxşı qoruyacağını düşünürəm. Çünki kənarları falan tam oldu yəni ki. Və biraz yuxarı doğru çıxıntılıdır deyə.
heç bir zərər gəlməz deyə düşünürəm. Bunlar da rahat işləyir. Ən son bu da yenə tabletin üstünə qoruyucu şüşə. Yəni ambalajı çox gözəldir. Bakın 2 dənədir, 2 ayrı. Şüşədir tam. Bunun 2 dənəsini 12 lari, bilməm neçə, 13 lari deyək. 13 lariyə aldım, amma burada bunun elə bir dənəsini 30 lariyə falan edirlər. Elə кейsi də, keys əslində keys deyildi. Sadəcə şəffaf arxaya taxılan keysdən var idi və onu mənə 55 lariyə dedi. Yəni ki 55 lariyə taxaraq dedi. Yəni çox baha gəldi. Mən bunu 25 lariyə aldım və çox gözəl həqiqətən. İndi isə biz şüşəsini də taxacağam. İndi isə hamısının hesabatını yazıb, hamısını yerinə yerləşdirəcəm. Bu işə başlayalı hardasa artıq 3 il oldu, 3 ildən də artıqdır və ilk başladığım gündən aldığım hər materialı, satdığım hər oyuncağın hamısının hesabatını yazıram. İlk başlarda bunu ona görə eləyirdim ki, baxım, görüm satdığım hər şeylə aldığım materiallar və aradakı əmək haqqı ilə mənə bu iş sərf edir ya yox. İndi isə açıq-aydın bu işin mənə sərf elədiyini bilirəm, amma yenə də hər aldığım materialı və satdığım oyuncağı mütləq yenə də yazmağa davam edirəm. Bu mənim üçün çox vacibdir və ay sonunda həm verdiyim materiallara, həm də ki satdığım oyuncaqların nə qədər elədiyini toplamda yazıb o ayı elə bağlayıram. Səliqəli bir şəkildə kənara qoymağa çalışdım. Heç vaxtım yoxdur buraları xəritəyə salmağa. Temdən aldığım hərflər də var. Bunu əvvəl bəyəndiyimi demişdim, amma indi bəyənmirəm. Niyyətini deyim sizə. Sadəcə bunu seçməliyəm. İçində demək olar ki, yarıdan çoxu heç nəyə yaramır. Hərflər üstünə elə basılıb ki, məsələn, belələr çıxır aradan və ya, baxın, heç düzgün bir şəkildə hərfləri üstünə basmayıblar. Nəhayət bunu da bitirdim. Baxın, bu dovşanın çınqırağı. İndi mən tək-tək sifarişləri bir baxacağam ki, hansı ayya, hansı rəng boyunluq örməliyəm. Hal-hazırda axşam saat 8-dir. Belə hazırlandım. İndi gedirəm, mola gedəcəm. Bir neçə almalı olduğum şeylər var. Bir də New York-ə girmək istəyirəm, əgər vaxtım olsa. Bu da təbii güllərdən hazırlanmış epoksi aksesuarlar. Burada komplekt olarak qəşəng görsənir. Qolbağı həqiqətən çox gözəl görsənir, amma 120 larində. Arkadakı bu boyunbağı ilə birlikte 120 isə pis deyil. Güzeldir.
Növbəti gündən salam. Bugün həftənin bazar günüdür, yəni son günüdür. Sifarişlər hazırlamaq üçün kimi bu vlog yenə kaşa-malaşa olacaq. Kadrı hansı gün çəkdim çox qarışıq oldu. Sadəcə əslində burada çəkdiklərimdən əlavə həyatımın və vaxtımın bir çox hissəsini də ev işləri tutduğu üçün və onları da çəkmədiyim üçün vlogda biraz qarışıq kimi görsənə bilər. Mən sadəcə burada örgü ilə bağlı prosesi göstərirəm deyə. Elə olur ki, səhər biraz örürəm, onu göstərirəm, günorta biraz örürəm, onu göstərirəm, sonra gecə örürəm, onu göstərirəm. Nəsə yəni ki, belə qarışıq görsənə bilər. Bilmirəm, yəni ki, hələ ki bu dəqiqə həqiqətən çox düzənsizdir. Yay tətilidir, oğlum bağçaya getmir, amma sabah artıq bağça başlayır. Ona görə də daha düzənli bütün günümü çəkə bilərəm deyə düşünürəm, amma örgü ilə bağlı prosesi belə. İndi isə dünən qaldığım yerdən davam edəcəm. Çıngıraqların boyunluqlarını örəcəm. Ondan sonra isə nəhayət lazım olan bütün muncuqları da ördüm. Sadəcə bir dənə yenə belə ağ örəcəm. Çıngırağın papağının pomponu üçün və çıngırağın da papağını örəcəm. Ondan başqa bütün hər şey örülüb hazırdır. Sadəcə dikmək işi qalır. İndi biraz ara verəcəm səhər yeməyi üçün. Səhər yeməyi hazırlamalıyam. Ondan sonra isə tez gəlib həm çıngırağın papağını, həm pomponunu örəcəm. Sonra isə dikişinə keçəcəm. Əvvəlcə bu minnoşlara yemək veririk. Mən verəcəm. Saat 3 olur artıq və heç bir şey edə bilmədim. Hava o qədər istidir ki, yəni içəridə isti deyil əslində, bu dəqiqə yaxşı hiss edirəm, amma yenə də havada olan o istilik heç bir şey eləyəsim gəlmir. Pomponunu ördüm. Çıngırağım üçün pomponu örmüşəm. İndi isə çıngırağın papağını örürəm. Əslində tez örsəm, yəni 10 dəqiqəlik işdir, amma enerji ilə örə bilmirəm. Arxa planda bir şeylər tutacağım. Hər şeyi bitirdim. Yəni ki, bəzi sifarişlərin xırda detallarını. İndi isə dikmə işini keçirəm. Ən çətin iş, amma başlayandan sonra davam gələcək. Əvvəlcə hazır olmayanları səbətə yığacağım. Bu səbətə hazır olduqca da bunlara.
Buraya geçmeye karar verdim. Burada da siparişler var 2 tane. Biri rayona gidesi de sabah yollayacağım. Birincisi gelip götürmelidirler ama her yere gelip götürmekler. Ne vaxt olsa götürürler. Ortalık dağınıq olanda çok ürəm sıxılır ve axır vaxtlar material arttıkça ama hələ siz mənim realda ne kadar materialım olduğunu görmürsünüz. Hatta dünən də xeyli bir material aldım. Bu halqaları aldırdım bu arada. Təcil lazımdı demişdim. Bir dənə belə Alize Cotton Gold 62 nömrə, bir dənə Korичневый Yarmar Jeans, buna da siparişim var və Penny'yi səbət örmək üçün siparişim var, səbət dəsti örəcəm, amma tam istədiyim rəng deyil. Mənə əslində daha çox ağa bənzər rəng lazımdır, bu isə daha çox gri rəngə bənzəyir. Heç bir şey qoyacaq yerim yoxdur. Amma bunu qoymağa yerim var. Hardasa bir saat yarım keçdi. Ben elə gördüğünüz kimi buraxdım hər şeyi. Çünki həqiqətən çox ürəyim sıxıldı və mütləq dəyişiklik eləməliydim. Özümü kuxnyaya atdım. Poğaça elədim. İkisinin də pendirlidir. Hazır milföy xəmirim var idi buzluqda. Səhər onu çıxarmışdım. İkisi də pendirlidir. Sadəcə bunu susamlı elədim. Bunu isə çörək otlu. Belə. Sonra südüm vardı. Yine buzluktan çıkartmıştım. Onu pişirdim. Burada qatıq mayaladım. Qalan süd də buradadır. Bundan da kapüşonu eləyəcəm indi. Kənd südü olduğu üçün çox yağlıdır. Hətta yəni bütün yağını qatığa qatdım ki, qaymağını daha doğrusu qatıq elədiyim südə qatdım, amma yenə də qalıb burada. İndi bundan kapüşonu eləyəcəm. Və yemək olaraq da airfryer'da balıq elədim. Oğlum da balıq yemədiyi üçün ona da spagetti pişirdim. Mən ya full buradayam, ya full oradayam. Yəni hələ ki bu ikisinin ortasını tutturub rejimə sala bilmirəm. Ya full kuxnadayam, girərkənə 3-4 çeşit bir şey eləyirəm, ya da ki full işləyirəm. Amma oğlum evdə olduğu üçün full işə də dala bilmirəm, çünki yemək də hazırlamaq lazım olur. Belə, indi isə qalan balıqları da yenə qoyacağım buraya və çay dəmləyəcəm. Yəni poğaçalar bişirmişkən çay dəmləyim deyirəm. Çoxdan da çay dəmləmirəm. Belə, baxın, qızarır. Burada da bunun içində soğan doğradım. Yəni soğanın içində mix eləyəcəm. Əslində evdə sumak olduğunu xatırlayırdım, amma axtardım, tapa bilmədim. Bu dəqiqə nəyim hardadır qətiyyən bilmirəm. Görək bunun hamısını yerləşdirə biləcəm mi? Yerləşməyinə yerləşəcək də. Çay dəmlənənə qədər əvvəlcə cappuccino eləyim. Yine buzluqda olan kofeyi istifadə edirəm. Bu qədər yeterli olur. Bu çay qaşığı. Kakao içirsən mi? Kakao bilmirsən bana? Evet, bu dəst hazırdır. Bu arada bu açıq ev üçün olan
dəsmallarla kamerayı silirəm həmişə. Yanımda saxlayıram. Belə, indi bunu müştəriyə soruşdum. Sorry. İndi bunu müştəriyə soruşdum, hansı qutudan istəyir, onu dəqiqləşdirdik. İndi tez bunu paketləyəcəm, şəklini çəkəcəm, amma artıq axşam saatı olduğu üçün, qaranlıq olduğu üçün şəkillər düz işığındakı kimi olmayacaq, amma eyb yox. Tez şəkillərini çəkib paketləyəcəm. Ondan sonra isə digər sifarişə keçəcəm, amma ondan əvvəl oğlumu yatırtmalıyam. Bu girişdəki işıq evdəki ən güclü işıqdır deyə burada həmişə gecə də olsa nisbətən yaxşı görsənir şəkillər. Ona görə burada çəkəcəm tez. Növbəti sifariş bu ayı və belə mavi gözlü çıngıraq. Bu dəstimiz də belə hazırdır. Növbəti təkrar belə bir ayı. Eyni bundan. Az öncə də bundan idi. Eyni bundan və sadəcə əmzik zinciri. Çıngıraq yoxdur bu setdə. Bu ikisi. Saat 1 və bunu da hazırladım. Bunun üstünə ad istəmir. Sadə ayı və əmzik zinciri adsız istədiyi üçün belə bir şey düzdüm. Sadə ayının tonlarında bir şey elədim. İndi bunu da tez qutuya qoyacağım. Canlar, indi növbəti budur. Bu və yanına əmzik zinciri olacaq, ancaq indi mən həmişə hazırlayanda yenidən müştəri ilə olan yazışmamıza başdan sona oxuyuram ki, başqa bir detay varmı, yoxdurmu, yenə də gözdən keçirim. Müştərim ayağının burasına full bu rəng istədiyini yazmışdı. Ağ rəng yox, full bu rəng. Ona görə burada küçük bir problem var. İndi ayaqlarını buradan kəsəcəm. Yenidən başqa ayaqlar örəcəm və bura dikəcəm. Ondan əvvəl üzünü düzəldim, tamamlayım. Ondan sonra ayaqlarını eləyəcəm. Hal-hazırda saat 3:30. Bu işi gündüz eləsəydim daha tez bitirərdim, amma gecə həqiqətən iş çox yavaş ilərləyir. İndi bu dovşanı eləyirəm. Burada çıngırağı falan da var. Əmzik zinciri falan da olacaq. Burayı tam olaraq belə qoyub gedib yatmışam. 1 saat yəqin ki yattım. Hal-hazırda isə saat 6-dır. Çünki hava biraz açılır. Kofe içdim bir dənə özümə gəlmək üçün.
Bu dəstə hazırda full. İndi bunu da şəkilini çəkib paketləyəcəm. İndi buraları biraz yığışdıracağım. Ondan sonra isə bu dovşanı örməliyəm tez. Saat 9'a qalıb 20 dəqiqə. Saçma başıma heç fikir verməyin. Tipim kayıb. İçəri gəldim. Balkonun qapısını örtdüm. Çünki qonşucuqlarım artıq oyandı. Tez sifarişi bitirməliyəm. Ən son odur. Onu paketləməliyəm. Bugün oğlumun bağçada ilk günüdür. Görə bağçaya gidəcəyik. Saçımı falan yumalıyam. Tipimi düzəltməliyəm. Onları bitirməliyəm. Sonra oğlumun paltarını ütüləyəcəm. Burada durdum ki, arxa planım gözəl görsənsin. Dovşanın başını ördüm, bitirdim. İndi tez gözlərini taxıb bədəninə davam eləyəcəm. Digər hər şey hazırdır. Ayaqları da hazırdır. Qolları da hazırdır. Qulaqları da, paltarı da sadəcə dikmək qalacaq. Bütün sifarişləri paketləyəndən sonra bura yığmağı planlayırdım. Bütün oyuncaqlarını bura yığıb axşam yatmadan əvvəl və səhər oyananda bu maşınlar mütləq burada olmalıdır. Özü otağına yığacağım dedi. Yəni ona görə əlləmədim. Bütün sifarişləri bura qoydum. İndi ikisi yenə bunun yanına gələcək. Bunlar sadəcə rayona gedəcək olan sifarişlərdir. Tiflisə gedəcək olan sifarişlər də var. Onları hələ saxlayıram. Gün içində eləyəcəm. Axşam təslimat eləyəcək. Və nəhayət bu da bitdi. Tez paketləyəcəm. İndi isə digərini tamamlamağa çalışacağım. 7 sifariş var göndəriləsi. Birini də görək indi kurye gələnə qədər çatdıra bilsəm. Tez hazırlayım. Evdən çıxdıq, sifarişlər verdik. Videoya çəkib düzən verdim. Oğlumu bağçaya qoyduq. İlk günü biraz ağlamaqlı olur. Amma bildiyi, tanıdığı ortamdır deyə tez alışdı. İndi müəlliminə də yazdım. Oynayır dedi, rahatdır. Biraz işlərimiz var. Çöldə Türk marketi var. Ora gedəcəm. Sonra evə gedəcəm. Bu gecə 0 yuxu ilənəm. 0-da deməyək, 1 saat falan belə arada yatmışam. İlk gün deyə belə biraz makyaj falan elədim. Amma indi istidən pörtmüşəm. Çox istidir bu dəqiqə. Yəni kondisioneri açmışıq, amma maşın dayandığı üçün isti vurur daha da. Yəni soyuq hava vurmur. Ona görə ürəyim sıxıldı. İstidən danışa bilmirəm. Nəfəs ala bilmirəm bir şey. Pəncərə açılmadı. Evə gələli çox oldu. Dəhşət yuxum gəlir. Neyse, ayı hazırladım, paketlədim. Birazdan göndərəcəyik. Videoda göstərmək yadımdan çıxdı. Belə hazırdır. İndi isə təcili bir sifariş gəlmişdi axşam. Onları hazırlayacağım. 2 dənə əmcək zinciri. Onları da hazırlayıb biraz uzanmaq istəyirəm. Ondan sonra isə bu rozvi ayı bedəsidir. Bu ayı getməlidir axşama.
Çıngırağı falan hazırdır. Ancaq çıngırağının boyunluğunu səhv bölmüşəm. Sadəcə çıngırağın boyunluğunu rozve eləyəcəm. Əmzik zincirlərini də tamamladım. Böyle oldu. İkisi de kız üçündü. Bakın biri dovşanlıdı bu da. Eyni stil dovşandılar. Burada ağ renk koydum. Bu da rozvi. Sadece rozvi pijamalı ayı kaldı. Onu da kamerayı tam düz tutabilmem. Onu da sabaha saklayacağım. Yani müşteri onu elə də soruşmayıb. Ay, axtarmır. Müşteri ilə də soruşmadığı üçün təcili gəlmək istəməyib. Ona görə saxlayacağım. Sabah da onu göndərərəm deyə düşündüm. Bugün sadəcə dincəlmək istəyirəm artıq. Belə boş oturmaq istəyirəm. Akşama da biraz halım qalsa, köhnə videolardan da montajlamaq istəyirəm ki, sabaha yükləyə bilim bir dənə. Bu videoyu burada bitirmek istəyirəm. Ondan sonra ise diğer videoları montajlayıp yükledikten sonra yeni bir video başlayarım diye düşündüm. Videomu izlediğiniz için teşekkür ederim. Videomu beğenip kanalıma abone olsanız çok sevinirim. Həqiqətən sizin kanala abone olmanız benim için çok vacibdir. Her dəfə girib abonemin sayının artdığını görəndə həqiqətən daha çox həvəslənirəm, daha çox çəkmək istəyirəm. Ağlımda daha çox ideyalar yaranır. Ona görə çox xahiş edirəm, mənim kanalıma abone olun və videolarda beğenin ki biraz daha çox aktivlik olsun ki keşfete düşsün. Bir sonraki videolarda görüşərik. Sağ olun.